Euzubillah, Semiul Alim, Bismillahirrahmanirrahim. Yeni bir kitabla inşallah size hizmet eləmək istəyirəm. Allah'ın izniyle bu kitap bir kitapdır. O bir kitaplardan farklı olarak bu kitap bir kitapdır. Bir kitapta size danışığı inşallah təlim edəcəm. Bu kitabın o birisi kitaplardan farklı budur ki, bu kitaplar əlavə mövzuları özündə cəm eləmir, ancaq və ancaq danışığa yönlənib, ancaq danışığı özündə əks etdirir. Bu kitabla sadəcə kifayət danışığı öyrənəcəksiniz inşallah. Əlavə məlumatları məsəl üçün geniş danışığa sahib olmaq üçün o biri kitablarda oxumağa ehtiyac var və siz yorulmayasınız deyə sizin üçün bu kitabı inşallah dərslik formasında, video kadrlar formasında inşallah həm səs yazısı, həm video kadrlar formasında sizə təqdim edəcəm Allah'ın izniyle. Onlar insandır. Bəzi adamlar görərsən ki, çox kitab oxumaqla bir dili öyrənməyə səbri çatmasın və qısa bir zamanda danışığı əldə etmək üçün heç olmasa kifayət danışığı öyrənə bilmək üçün cəhd göstərsin və ayrı kitablara müraciət edəndə yorulsun və beləliklə həmin dili kəsb eləyə bilməsin və öyrənməkdən imtina eləsin. Bu kitap çok sıxıcı değil, ancaq və ancaq danışığa istiqamətlənib. Bu kitap vasitəsilə yetərli kifayə qədər danışığı öyrənərsiniz inşallah. Bu kitabın elə bil ki, həm video formasını, həm də səs yazı formasını inşallah linklərin altından paylaşacağım. Məsələn, yol gedərkən səfərə və yaxud işə hər hansısa bir işdalıcı gedəndə, məsələn, sadəcə səs yazılarını dinləməklə də sözləri əzbərləmək olacaq inşallah. Amma çoxlu mətnləri oxumaq tövsiyə olunur və həmçinin o birisi kitablarda oxumaq və hətta ondan əlavə mən 7 kitab ki tərtib eləmişəm, həmin 7 kitabı da və ondan əlavə kitablar da oxumaq lazımdır ki, bir dili mükəmməl şəkildə öyrənə biləsiniz. Və sadəcə bu kitabla inşallah kifayətlənməyəcəksiniz. Düşünürəm ki, bu sizdə böyük bir həvəs oyadar. Tez bir zamanda bir dili öyrənmək insan üçün çox sevindirici bir hal olduğu üçün mən bu kitabı sizə əzizlərə təqdim eləmək istəyirəm. Esselamu aleykum və rəhmətullah.